Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən ümumiləşdirici tapşırıqların izahına baxacağıq. Səhifə 28-dən. Gəlin görək tapşırıqlarda nədən deyir. Sizə hədiyyə olunmuş təzə paltar haqqında daha çox məlumatı necə ala bilərsiniz? Gəlin baxaq. Dadmaqla sizcə paltarı yeyə bilərik biz? Dada bilərik? Yox. Deməli C variantı deyil. Paltarı eşidə bilərik. Paltar haqqında məlumat eşidə bilərik. Amma o paltarın həqiqətən gözəl olduğunu bilə bilərikmi? Xeyr. Bəlkə bizə hədiyyə alan yalan deyir. Toxunaraq. Bəlkə bizə başqa paltar toxundururlar. Yəni biz başqa paltara toxunuruq, amma gözümüzü açdıqda, məsələn, bizə başqa paltar verirlər. Deməli, toxunmaq da deyil, amma görməklə. Bəli, görərək onun hansı elementləri var, üzərində naxış varmı, yoxdurmu, hansı ölkənin malıdır, harda istehsal olunub, ipəkdirmi, parçadırmı və s. və s. Bunu rahatlıqla həm materialın tərkibini oxuyaraq, həm də görərək bunu rahatlıqla müəyyən etmək olar. Sual 2. Yemək haqqında daha çox məlumatı necə ala bilərsiniz? Görməklə. Bəli, yeməyi görə bilərik. Necə gözəldir falan filan, amma daha çox məlumat ala bilərikmi? Sizcə yeməyin görünüşü qəşəng olar, yoxsa dadı sizə vacibdir? Yəni yeməyin görünüşü yaxşı olsun, dadı pis olsun, yoxsa görünüşü pis olsa da olar, əsas odur dadı yaxşı olsun. Hansı yaxşı olar? Toxunmaqla, yeməyə toxunaraq sizcə bilə bilərikmi? Xeyr. Yeməyə ancaq toxunaraq onun isti və yaxud soyuq olduğunu bilə bilərik. İyləməklə. Bu sadəcə yeməyin qoxusunu gətirir, amma dadmaqla C variantı. Artıq burada yemək necə dadlıdır, duzludurmu, istiyotdudurmu, tərkibində nə var, dadlıdırmı, qəşəngdirmi və s. və s. Bu tipli suallara aydınlıq gətirmək olar. Deməli, doğru cavab dadmaq olacaq. Sual 3. İnsan soyuğu və istini hansı duyğu üzvü vasitəsilə hiss edir? Məsələn, siz soyuqdurmu, istidirmi? Məsələn, çöl soyuqdur, evə gəldikdə isti olur və əlimizi peçə yaxınlaşdırırıq. Düzdür? Sobaya isitmək üçün. Bəs sobanın isti olduğunu hardan bilirik? Dərimiz vasitəsindən. Yəni, dəri əsas burada duyğu rollu kimi çıxış edir. Dərimizlə bunu hiss eləmiş oluruq. Sual 4. Əşyaların sayını riyaziyyat və ana dil dərslərində hansı formada təqdim etmək olar? Uşaqlar, riyazi formada rəqəmi yazırıq. Riyazi formada, məsələn, burada nə qədər əşya var? 1, 2, 3 dənə top var. Azərbaycan dili dərsində isə biz bunu belə eləyirik. 3 hərflə yazırıq, belə. Sonra, tutaq ki, bugün sizin doğum gününüzdür. Bu informasiyanı sinif yoldaşlarınıza necə çatdıra bilərsiniz? Telefon vasitəsilə onların hər birinə zəng edər, onu doğum günümə dəvət eləyər və birlikdə əyləncə təşkil eləyə bilərik. Yəni, ən yaxşı üsul telefonla zəng edib çağırmaqdır və yaxud mesaj atmaqdır. Sual 6. Şagird lövhə qarşısında cavab verir. Müəllim və şagirdlər ona qulaq asırlar. Burada informasiya mənbəyi və qəbul edicisi kimdir? İnformasiya mənbəyi şagirddir. Şagird burada lövhə qarşısında nəsə danışır. Burada nədir? İnformasiya mənbəyi şagirddir. Bəs informasiya qəbul edicisi kimdir? Digər şagird və müəllimlər. Burada artıq digər şagird və müəllimlər nə oldu? İnformasiya qəbul edicisi oldu. Sual 7. Telefondan nə üçün istifadə edirsiniz? Telefondan bəzən internet resurslarından istifadə etmək üçün, bəzən film izləmək üçün, bəzən dostlarıma anında xəbər vermək üçün, bəzən də kitab oxumaq üçün istifadə edirəm, məlumat öyrənmək üçün. Belə. İnternet, film, dostlarla tanış olmaq, yazışmaq, yəni tanış olmaq dedikdə yazışıb hər hansısa bir mövzu ilə bağlı söhbət eləmək, tanış olmaq o mənada, bir də kitab oxumaqla bağlı. Sual sonuncu və 8-ci sual. Nigar asfalt üzərində, Elxan isə kağız vərəqdə şəkil çəkdi. Bu halda kağız və asfaltı necə adlandırmaq olar? Deməli, burada artıq kağız və asfalt nə olacaq uşaqlar? Üzərlərində hər hansı bir məlumat daşıyırlar da, düzdürmü? Deməli, onda bunlar nə olacaq? İnformasiya daşıyıcıları. Yəni, informasiya
daşıyıcıları. Belə uşaqlar. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sizə əlimdən gəldiyin qədər rahat, əyləncəli formada izahını verdim. İnşallah bəyənərsiniz. Sonda kanalımıza abunə olmağı və KSTG-lərdən və BSTG-lərdən xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Hələlik uşaqlar, görüşərik.